Qurban bayramını uşaqlara necə izah etmək olar? İlk növbədə burada uşağın yaşını bilmək bizim üçün vacibdir. 12 yaşına qədər uşaqların bu prosesdə iştirakı, kəsim prosesində iştirakı tövsiyə edilmir. Həmçinin kəsilən heyvanı görmək, kəsilən heyvanın qanının onların alınlarına sürtülməsi, həmçinin bu kimi halların telefon, televizor, planşet kimi vasitələrdə izlənməsi tövsiyə edilmir. Həmçinin Qurban bayramının hekayəsini onlara danışmaq məqsədə uyğun deyil. Bəs Qurban bayramını uşaqlara necə izah etmək olar? İlk növbədə uşağa bu bayramın mənəvi keyfiyyətlərini ötürmək daha uyğundur. Mənəvi keyfiyyətlər dedikdə nə nəzərdə tutulur? Burada əsasən yaxşılıq etmək, kömək etmək, paylaşmaq, bu kimi keyfiyyətlər nəzərdə tutulur ki, bunları əsasən oyun şəklində ötürməyiniz daha məqsədə uyğundur.